Bəzi valideynlər deyirlər ki, uşaq nə bilir, nə necədir, mən necə istəyirəm, elə olmalıdır. Və belə olanda artıq uşağın müstəqillik ehtiyacı, seçim etmə bacarığı burada pozula bilir. Azad qərarlar verə bilmir. Burada onun demək ki, müstəqil olmaq ehtiyacı pozulur. Bəzən olur ki, ailə daxilində bu baş verir. Misal üçün, tutalım ki, ailədir, ər-arvaddır və kişi deyir ki, mən nə deyirəmsə o olmalıdır. Və burada qadının heç bir özünə məxsus qərar vermə gücü olmur. Deyir ki, misal üçün, mən deyirəm işləmə, işləməyəcəksən. Mən deyirəm falan yerə getmə, getməyəcəksən. Bu paltarı geyinmə, geyinməyəcəksən. Yəni burada nə baş verir? O ailədə həmin qadın özünün muxtariyyət ehtiyacının pozulmasını görmüş olur. Ona görə də bu ehtiyacı qarşılanmayanda da artıq nə baş verir? İnsan aqressivləşməyə başlayır. Hər kəsin bu ehtiyacı qarşılanmalıdır. Hər kəs özü müstəqil qərar verməyi bacarmalıdır. Təbii ki, indi məsləhət də lazımdır. İndi ətrafın fikirlərini də nəzərə almaq lazımdır. Amma biz ən azından öz fikrimizi ifadə edə bilərik və biz öz seçimlərimizi də deməliyik ki, o seçimlər də qarşı tərəfdən, ətrafımızda olan insanlardan dəyərləndirilməli və görülməlidir. Yoxsa çox yerlərdə ağzından vurulan kimi olanda o zaman nə baş verir? Artıq sən növbəti dəfə seçim etmək istəmirsən. Deyirsən ki, onsuz da önəmi yoxdur, onsuz da əhəmiyyəti yoxdur. Mənim fikrimi heç kəs önəmsəməyəcək, mənim dediyim onsuz da olmur və bu zaman nə baş verir? Sən ətraf tərəfindən idarə olunursan. Sadəcə kim nə deyirsə onu edirsən. Bu da təbii ki, yaxşı hal deyil və bu sənin bu emosional ehtiyacının da qarşılanmamağı deməkdir. Üçüncüsü, tanınmaq və dəyərləndirilmək ehtiyacı. Düşüncələrinin, hisslərinin və nailiyyətlərinin başqaları tərəfindən qəbul olunması, qiymətləndirilməsi və təqdir edilməsi ehtiyacı. Bu ehtiyac əslində o qədər gözəl ehtiyacdır ki, bu insanı çox xoşbəxt eləyir. Yəni, baxın, sənin hər hansı bir uğurun olur və qarşında olan insanlar, yaxında olan insanlar buna görə səni təbrik eləyirlər. Bunu